Salam əziz şagirdlər, biz bugün 2025-ci il 13 apreldə keçirilmiş 9-cu sinif buraxılış imtahan suallarına baxacağıq. Başlayaq birinci sualda. Düzbucaqlının uzunluğunu 40%, eni 20% azaltdıqda sahəsi neçə faiz azalar deyir. Düzbucaqlının sahə düsturu S bərabərdir A vurulsun B ilə hesablanır. Gəlin uzunluğuna A deyək, eninə də B deyək. Uzunluğunu 40% azaltmaq o deməkdir ki, biz A'dan A'nın 40%-ni çıxırıq. Bu da eləyir A çıxılsın 0,4A eləyir 0,6A. Eni 20% azaltmaq isə B'dən B'nin 20%-ni çıxmalıyıq. Bu da eləyir B çıxılsın 0,2B eləyir 0,8B. Və indi sahəsini yazsaq, bunları bir-birinə vuracağıq. Eləyəcək 0-dan %48AB. Əvvəl AB idi, yəni əmsal yazılmayıbsa 1-dir. İndi oldu 0-dan %48AB. Deməli, 1-dən 0-dan %48-ə çıxanda qalacaq 0-dan %52. Onu da faizlə ifadə etmək üçün 100-ə vuracam, eləyəcək 52%. Yəni 52% azalmış olacaq A variantı. İkinci suala baxaq. İkinci sualda kubun tinini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun həcmi düsturu hansı düsturdan hesablanır? V bərabərdir A-nın kubu. Deməli, kubun tini 2 dəfə azalırsa, bu, məsələn, kubu ilə asılıqda düz mütənasib. 2 dəfə azalanda bu 8 dəfə azalmış olacaq. Üçüncü sualda AOB açıq bucaqdır, COAB-yə perpendikulyardır, DOC bucağını verib 25 dərəcə. AOD-ni tapın deyir. Bu, buna perpendikulyardırsa, aydın məsələdir ki, bu da bura perpendikulyar olacaq. 90-dan 25 çıxanda qalacaq 65 dərəcə C variantı. Dördüncü suala baxaq. Bu kəsri ixtisar etməyimizi istəyir. Gəlin bu sürətdəki ifadəni qruplaşdırıb vuruqlara ayıraq. Buna bunu qruplaşdırıram, buna da bunu. Sürəti yazsam, hər ikisindən m-i çıxardıram ortaq vuruq olaraq, qalır m+5. Çıxılsın, n-i çıxardıram, burada da qalır m+5. Aşağıda da ki, 5 minus m vurma 5 plus m-in hasi şəklində yazırıq. Yenə də sürətdən m+5-i ortaq vuruq olaraq çıxardıram. Mötərizə xaricinə qalır 5 minus m vurma 5 plus m. 5 plus m-lə m+5 zaten eyni ifadədə ixtisar olunur. Sürətdə qalır m-n bölünsün 5 minus m. Cavab B variantı eləyir. 5-də bu tənliyi həll etməyimizi istəyir. Hər tərəfi 3-ə bölək. Qalır x-2 bərabərdir 2-yə, x da bərabərdir 4 C variantı. 6-cı sual sistem tənliyidir. Tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda y-lər gedir. Qalır 3x bərabərdir 6-ya, x da bərabər olur 2-yə. Bizdən də x tapmamızı istəyir. B variantı olacaq. 7-ci sualda hansı nöqtə y bərabərdir? Mənfi 2x plus 6 funksiyasının qrafik üzərindədir. Bir bu nöqtələri yerinə qoyub yoxlayaq. Deməli, x-in yerinə 6 qoyaq. Mənfi 2 vurma 6 plus 6 eləyəcək mənfi 12 plus 6. Bu da eləyir mənfi 6, amma y-in qiymətini 0 verib. Deməli, A variantı deyil. B variantına baxaq. B variantında x-in yerinə 4 qoyanda mənfi 2 vur 4, üzərinə gəl 6. Mənfi 8 plus 6 eləyəcək mənfi 2, bu da deyil. 9 verib y burada. C variantını yoxlasaq, mənfi 2 vur mənfi 3 plus 6. Bu da eləyir 6 plus 6, 12. Deməli, C variantı da səhvdir. D variantında mənfi 2 vurma mənfi 5 plus 6. Bu da eləyir 10 plus 6, 16. Bəli, y də burada 16 verib. Deməli, D variantıdır. 8-ci sual. Əkob 18, 36 və əbob 10, 11-in cəmini hesablayın. İlk növbədə əkob tapaq. Biri digərinin böləndirsə, yəni 36, 18-ə bölünür də, onda burada əkob bölünən ədəd olacaq da, yəni 36 olacaq. Əbobdakı 10, 11 qarşılıqlı sadə ədəddir, 1-dir. 36 ilə 1-in cəmi 37 eləyəcək. Tənasübündən x-i tapın deyir. Çarpaz vuraq. 15x bərabərdir 5 vurma 21. X da bərabərdir 5 vurulsun 21 bölünə 15. 15 ilə 5 ixtisar gedir. 3 ilə də 21 gedir. Qalır cavab 7 C variantı. 10-cu suala baxaq. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. İlk 10 natural ədəd içində baxaq görək sadə ədədlər hansılardır? 2, 3, 5 və 7. Bundan başqa sadə ədəd yoxdur da. Deməli, 10-dan 4-ü sadə ədəddir. Bunu da ixtisar etsəm 5-də eksi Y variantı. 11-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə ABO, yəni bu bucaq 22 dərəcədir.
ACO bucağı isə 28 dərəcə olarsa, BAC-ni tapmamızı istəyir. Bu bucağı tapmamızı istəyir. Əgər bu x-dırsa, bunun söykəndiyi qövs neçə x-dır? 2x-dır da. Bu mərkəzi bucaq isə x olacaq. Daha doğrusu mərkəzi bucaq ilə söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. 2x. Bu sınıq 3 bucaq deyilir. Bu 3 bucaqda yadınızdadırsa, bu bucaq digər 3 bucağın cəminə bərabər olmalıdır. Yəni 2x bərabərdir x plus 22 dərəcə üzərinə gəl 28 dərəcə. 2x bərabərdir x plus 50. X da bərabərdir 50 dərəcə alınmış olur A variantı. Tərəfi 12 sm olan kvadratın perimetrini tapın. Tərəfi 12 olan kvadratın perimetrini 4 ayla hesablanır da. 4 vurma 12 eləyəcək 48 D variantı. 13-cü suala baxaq. 56 vurulsun, mənfi 15, aşağıda da 14 vurulsun, 20 çıxma 5 vurma 10 yazıb da. Bu da 50 eləyir. 20-dən də 50 çıxanda mənfi 30 qalacaq burada. Mənfi 30-dan mənfi 15 gedir. Burada 1 qalacaq. Burada 2. 2 ilə 56-nı aparaq. Burada 1 qalır. Burada 28. 28 ilə də 14, 14-ə ixtisar gedir. Burada 1, burada 2 qalacaq. Cavab Y variantı. 14-cü suala baxaq. Çox hədisini vuruqlara ayırın deyir. Burada x plus y ortaq vuruq olaraq mötərizə xaricdən çıxarsaq, qalacaq C çıxılsın D. Bu da hansı variantdır? A variantıdır. 15-ci sualda A kəsişmə B çıxma C-ni tapmamızı istəyir. İlk növbədə A ilə B-nin kəsişməsini tapaq. Deməli, ortaqları 1, 2, sonra 5. 1, 2, 5. Bundan da C-ni çıxmamızı istəyir. Deməli, bir dənə 1-dir də ortaq. C-ni tamamilə çıxıram, qalır 2, 5. B variantı. 16-cı sual. Bu şərt ödəyən 2 rəqəmli AB ədədini tapmamızı istəyir. Gəlin yazaq. AB nə deməkdir? 10A üzərinə gəl B. BA da 10B üzərinə gəl A. Bərabərdir 88 A minus B-yə. 10A plus A eləyir 11A plus 11B bərabərdir 88 vurulsun A minus B-yə. 11-i mötərizə xaricdən çıxardanda A plus B bərabərdir 88 vurulsun A minus B-yə. 88 ilə 11 gedir. Burada 1, burada 8 qalır. A plus B cəm bərabərdir 8A çıxılsın 8B-yə. A-ları bir tərəfə, B-lər bir tərəfə keçirdək. Deməli, 8A-dan A çıxanda qalır 7A bərabərdir. B üzərinə gəl 8B, 9B. Buradan da A-ya 9, B-yə də 7 deyə bilərik. AB ədədini tapmamızı istəyir. 97-dir bu ədəd. 17-ci suala baxaq. Qarşı təpələrindən biri koordinat başlanğıcına, digəri isə B8 mənfi 8 nöqtəsinə olan kvadratın sahəsini tapmamızı istəyir. Deməli, bir nöqtə koordinat başlanğıcındadır. 0, 0 nöqtəsidir. Digərdə 8 mənfi 8. X-ı 8, Y-də mənfi 8 olan nöqtə bu nöqtədədir. Olan kvadratın sahəsini tapın. Baxın, aydın məsələdir ki, bu düz xəttləri birləşdirsəm, burada kvadratı alınır və tərəfi 8 olan kvadratı alınır. Tərəfi 8 olan kvadratın sahəsi də 8-in kvadratı, yəni 64 edir. 18-ci suala baxaq. 2 vurulsun, mötərizənin içini sadələşdirək. Ortaq məxrəcə gətirəndə 2 ortaq məxrəcdir. 2 tam %85-in kvadratı, üzərinə gəl 7 tam %15-in kvadratı. Üzərinə gəlinsin, bura 2 düşür də. 2 vurulsun, 2 tam %85 vurulsun, 7 tam %15. Bu da bərabərdir. 2 vurulsun, 2. Bu nəyin kvadratıdır? 2 tam %85, üzərinə gəl 7 tam %15-in kvadratıdır. Bu da bərabərdir. 2 vurulsun, 2-də 1, 2 tam %85-in üzərinə 7 tam %15 gələndə 10 eləyir də. Onun kvadratı da 100 eləyir. Bu 2-lər gedir, cavab qalır 100. 19-cu sualda x, y, z natural ədədləri üçün x vurulsun y hasili 6 və y vurulsun z hasili 18 olarsa, x plus y plus z cəminin ən kiçik qiymətini tapın. X, y deyir ki 6-dır, y, z də 18-dir. Hər ikisində burada y iştirak eləyir. Deməli, gəlin y-ə 2 deyə bilərəm də. 2 olsa x 3 olacaq. Burada da 2 olsa z 9 olacaq. Məsələn, 1 qoyanda x 6, o birisi 18 olacaq. Bunun cəmi 24 edir. Elə ən kiçiyi məncə bu olacaq. 2 plus 3 plus 9. 5-in üzərinə 9 gələndə 14 eləyəcək cavab. 20-ci suala baxaq. Bərabər tərəfli elementin 3 bucağı üçün sahəsi
Bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Həm bu oxşarlıqdır. Bu ABC üçbucağıdır. Bu da LM, MN, LMN üçbucağıdır. Deməli, LMN-in sahəsi ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Deməli, LMN-in sahəsi ABC-nin sahəsinə nisbəti 1 bölünsün 16-dır. Sahələr tərəf və yaxud da ümumiyyətlə S1-in S2-yə nisbəti bərabərdir K-nın kvadratı deyirdik də. 1-in 16-ya nisbəti bərabər olacaq 1-in 9-a nisbətinin kvadratı, hətta x-in daha doğrusu, çünki elementinin tərəfini bilmirəm də. Belə hesablayaq bunu. 1 bölünsün 16 bərabərdir x kvadratının 81-ə nisbəti. X kvadrat bərabər olacaq 81 bölünsün 16-ya, hər tərəfdən kökü alsam x bərabərdir 9 bölünsün 4-ə. X bizdə də perimetrdir. Yəni perimetrdə bərabər tərəfli olduğuna görə 3A ilə hesablanır. Bunu 3-ə böləcəm deməli. Bu da 9 bölünsün 4-dürsə, A-nı tapsam 9 bölünsün 4 vurulsun 3, 3-dən 3 gedir, 3 bölünsün 4 qalır. 3-ü də 4-ə böləndə 0-dan %75 edir. Baxaq 21-ci sual. X bərabərdir 5 çıxılsın 2 kök altında 6 və y bərabərdir 5 üzərinə gəlir 2 kökdə 6 olduqda x, y bölünsün x plus y ifadəsinin qiymətini hesablayın. İlk növbədə gəlin sürəti hesablayaq. Yəni x vurma y hasil 5 çıxılsın 2 kök altında 6 vurma 5 üzərinə gəl 2 kök altında 6. Bunlar qoşmaqda bir-birinin qoşması. Bu eləyir 25 çıxılsın 4 vurma 6. 25-dən 24 çıxanda qalır 1. X plus y-in cəmi isə 5 çıxılsın 2 kökdə 6 üzərinə gəl 5 plus 2 kök altında 6. Bu 2 kökdə 6'lar getdi. 5 ilə 5'i toplayanda 10 eləyir. Deməli, sürətimiz oldu 1, məxrəcimiz 10. 1-i də 10'a böləndə 0,1 etmiş olur. 22-ci suala baxaq. 22-ci sualda 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər və 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Məsələni tənli və yaxud da sistem tənli qurmaqla həll edin deyir. Burada 2 yeşikdir də. Birin x-dan işarə eləyək, birin y-dən. Ümumilikdə x plus y cəmi, yəni 50 kiloqram qənd var ümumilikdə. Birinci yeşikdən 3 kiloqram qənd götürüblər və 6 gündən sonra deyir bərabər miqdarda qənd qalıb yeşiklərdə. Deməli, x-dan çıxacam 3 vurulsun 6-nı bərabər eləməliyim. Y çıxma 2 vurma 6 və bu sistem tənliyimiz olur. X plus y bərabərdir 50. Bunu da həll edəsəm x çıx 18 bərabərdir y çıxılsın 12. X minus y fərqi bərabər olur 6-ya. Tərəf-tərəfə toplasam 2x bərabərdir 56, x bərabərdir 28. Birinci yeşikdə neçə kiloqram qənd var idi? 28 kiloqram. 23-cü suala baxaq. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdı. Bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdı. 12 qəpiyə alıb 15 qəpiyə satırsa nə qədər gəlir əldə edir? 3 qəpikdə. Yəni ümumi gəlir bilmirəm, onda 3x-dan işarə eləyək. Satış zamanı 5 şar partlayıbsa, onda 12 qəpiyə alıb 5-i də partlayıbsa, 60 qəpik ziyanda olub da, çıxıram 60-ı və ümumi deyir ki, 6 manatdan çox gəlir əldə edib də, 6 manatda 600 qəpikdir. Bu tənliyi həll edərsək, bərabərsizliyi daha doğrusu 3x böyüdür 660, x da böyüdür 220. 220-dən böyük ən kiçiyə də nədir? 221. 24-cü suala baxaq. Düzbucaqlı üçbucağın qatetlərindən biri digərindən 2 sm böyükdür. Hipotenuzdan isə 2 sm kiçikdir. Tutaq ki, qatetlərdən biri digərindən 2 sm böyükdürsə, birin deyilən kateti x-dan işarə eləyiriksə, onda x minus 2, hipotenuzdan isə 2 sm kiçikdir. Bu cür işarə eləyə bilərik. Bu üçbucağın hipotenuzunu tapın deyir. Düzbucaqlı üçbucaqdırsa Pifaqor teoremini tətbiq eləyək. X minus 2-nin kvadratı plus x-in kvadratı bərabərdir x plus 2-nin kvadratına. Alınır x kvadratı minus 4x plus 4 üstə gəlsin x kvadratı bərabərdir. X kvadratı plus 4x plus 4. Bu x kvadratlar gedir. 4'lər də gedir. Görək nə qalır burada. X kvadratı minus 4x minus 4x bərabərdir 0 alınır da.
Yəni x kvadratı minus 8x bərabərdir 0-a. X çıxardanda x minus 8 bərabərdir 0-dırsa, burada x1 kökü 0-a, x2 kökü də bərabər olur. 8-ə 0 ola bilməz, onda 8 olur. Hipotenuzu tapın deyirsə 8 plus 2. Yəni 10 eləyəcək. Bir tərəfi 8, digəri isə 6 olacaq. 25-ci suala baxaq. Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarımçevrənin diametridir. BC diametridir. Buna R deyə bilərik. BC qövsünün uzunluğu, yəni bu qövsünün uzunluğu 4 pi'dir. Ümumi çevrənin uzunluğu nə ilə hesablanır? 2 pi R ilə. Yarımçevrə olduğuna görə bölünsün 2 yazacağıq. Bərabərdir 4 pi'yə. Pi R bərabərdir 4 pi'dirsə, pi'lər də gedəndə radius 4 olur da. OA 6-dır və AB AC-yə bərabər olarsa verilən fiqurun sahəsini tapın deyir. İlk növbədə radiusu 4-ə bərabər olan yarımçevrənin sahəsini tapaq. Ümumiyyətlə bu dairənin sahəsi necə hesablanır? Pi r kvadratla. İndi bu yarım dairə olduğuna görə pi r kvadrat bölmə 2 olacaq da. Bu da bərabərdir pi vurulsun 4-ün kvadratı 16 bölmə 2 eləyəcək 8 pi. Bunun sahəsi 8 pi'dir. Bu üçbucağın da sahəsini hesablananda üçbucağın sahəsi nəyə bərabərdir? Tərəf və bu tərəfə çəkilən hündürlük. Aha, yəni 6 vurulsun 8. Bunlar da ixtisar gedəndə qalır 24. 24 üzərinə gəl 8 pi olacaq sahə. Aha, bu qaydada ki, əgər bunlar x-i yarımçevrəyə toxunandısa, həmin bu tənbölən olur da. Tənbölən bu çevrənin mərkəzinə perpendikulyar olacaq. Belə bir qaydamız da var idi.